Hər birinizi salamlayıram. Bugün mənim təqdim edəcəyim tədqiqat Gürcüstan Azərbaycanlılarının ana dili ilə bağlıdır və demək Gürcüstanda həm PISA 2022-ci ilin tədqiqat nəticələri, eyni zamanda bir sıra araşdırmalar onu göstərir ki, Gürcüstanda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin ana dili üzrə bilik səviyyəsi qənaətbəxş deyil. Və hazırda Gürcüstanda mövcud olan bir sıra problemlər həm ilbəil Azərbaycan dilli məktəblərin sayının azalması, eyni zamanda ana dili üzrə dərs saatlarının sayının azalması, həmçinin dərsliklərdə yaşanan problemlər və kadr çatışmazlığı bu tədqiqatın aparılması üçün bir zəmin yaratmışdı. Bu tədqiqatın əsas məqsədi Gürcüstanda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin ana dilinə təsir edən amilləri müəllim və şagird baxış bucağından tədqiq etməkdir. Və tədqiqat məqsədi də tədqiqat sualına uyğun olaraq tərtib edilmişdir. Cəmi bir tədqiqat sualımız var. Bu, demək, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin Azərbaycan dilini mənimsəməsinə təsir edən amillər hansılardır? Və bu tədqiqat Gürcüstan Azərbaycanlılarının milli kimliyinin qorunması baxımından əhəmiyyətli və aktualdır. Eyni zamanda tədqiqat nəticələrinin qərarverici orqanlar üçün etibarlı bir mənbə rolunu oynaması gözlənilir. Və həmçinin bu tədqiqat elmi ədəbiyyatda olan boşluqları doldurmağı da hədəfləyir. Ədəbiyyat icmalı burada qeyd olunan başlıq və alt başlıqlardan ibarətdir. Sadəcə vaxt baxımından mən ancaq ən önəmli olan hissənin üzərindən keçəcəm. Demək, Gürcüstan Azərbaycanlılarının ana dilində təhsil almaq hüququ Gürcüstan Konstitusiyası ilə qorunur və Gürcüstan Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndində qeyd olunur ki, Gürcü dili ana dili Gürcü dili olmayan fərdlər, şəxslər ana dilində tam təhsil almaq hüququna malikdir. Həmçinin demək 1999-cu ildə Gürcüstan Avropa Şurasının üzvü olmuşdu və Avropa Şurası qarşısında qeyri-gürcülərin ana dilinin mədəniyyətinin qorunması ilə bağlı bir sıra öhdəliklər götürmüşdür. Eyni zamanda beynəlxalq konvensiyalar imzalanmışdır. Demək, bu 1935-36-cı tədris ilində Gürcüstanda Azərbaycan dilli məktəblərin sayıdır. Hansı ki, burada mən bölgələri qeyd etmişəm. Bəzi bölgələri mən qırmızı ilə qeyd etmişəm. 1935-36-cı ildə Gürcüstanda 319 Azərbaycan məktəbi fəaliyyət göstərirdi və burada qırmızı ilə qeyd etdiklərim bunlar Axıska türklərinin yaşadıkları bölgələrdir. Adıgün, Axaltixi, Aspinca, Axalkalaki və Bogdanovka. Və bilirsiniz ki, 1944-cü ildə artıq Axıska türkləri sürgün edildiyi üçün, deportasiya edildiyi üçün bu məktəblər də bağlanmışdır. Və ümumiyyətlə, Sovetlər dövrünə qədər, Sovetlər dövrünün sonlarına doğru Gürcüstanda 206 Azərbaycan dilli məktəb mövcud idi və artıq sonralar ilbəil Azərbaycan dilli məktəblərin sayında azalma müşahidə edilmişdir. Hazırda isə həm keçən il 2024-cü il, eyni zamanda 2025-ci ilin statistikasına nəzər salsaq, hazırda Gürcüstanda 116 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. Və əgər sual versəniz ki, bu məktəblərin sayı nə üçün azalır? Təbii ki, bir sıra amillər buna təsir edir, ancaq ən başlıca amillərdən biri məhz kadr çatışmazlığı ilə bağlıdır. Geri gəlmişəm, bu şəkili mən özüm çəkmişəm, çünki 116 məktəbin hər birində şəxsən özüm olmuşam və məktəblərin vəziyyəti ilə bağlı məlumatlar əldə etmişəm. Bu şəkili də çəkmişəm, çünki əsas problemlərdən biri məhz infrastrukturla bağlıdır. Qeyd etdiyim kimi, əsas problemlərdən biri kadr çatışmazlığı ilə bağlıdır və 2005-ci ildə təhsil sahəsində bir sıra islahatlar həyata keçirilmişdir. İslahatlar nəticəsində İlya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Ədəbiyyat Kafedrası bağlanmışdır. Bilirsiniz ki, əvvəllər Sovetlər dövründə Pushkin adına Tbilisi Pedaqoji İnstitut mövcud idi və həmin ali təhsil müəssisəsinin nəzdində Azərbaycan bölməsi fəaliyyət göstərirdi və Azərbaycan dil ədəbiyyat müəllimləri demək hazırlanırdı.
Ancaq sonradan həmin ali təhsil müəssisəsinin adı dəyişdirildi. Sultan Sabah Orbeliani adına universitet adlandı. Hazırda isə İlya Dövlət Universiteti adlanır və qeyd etdiyim kimi 2005-ci ildə Azərbaycan dili və ədəbiyyat kafedrası bağlanılır. 2006-cı ildən isə Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasına tələbə qəbulu tamamilə dayandırılır. Ancaq əlavə olaraq onu da qeyd edim ki, Tiflis Dövlət Universitetinin nəzdində ermənişünaslıq ixtisası mövcuddur və ermənişünaslıq ixtisasını bitirən ermənilər onlar sertifikasiya imtahanlarında iştirak edirlər və öz statuslarını yüksəldə bilirlər. Beləliklə, nəticədə onların maaşları da artır. Ancaq yeni kadrlar artıq bu 20 il deməkdir. 20 il ərzində Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır. Nəticədə bizim müəllimlər öz sertifikasiya imtahanlarında da iştirak edə bilmirlər. İştirak etsələr belə onların statusları və maaşları yüksəlmir. Burada mən Azərbaycan dili ədəbiyyat müəllimlərinin siyasını qeyd etmişəm. Bu statistikanı özüm toplamışam öz tədqiqatım üçün və müəllimlər arasında, eyni zamanda məktəb direktorları arasında telefon sorğusu həyata keçirilmişdim. 116 məktəbdən əldə etdiyim statistikaya əsasən hazırda Gürcüstanda 322 Azərbaycan dili və ədəbiyyat müəllimi fəaliyyət göstərir və bu müəllimlərdən 87 müəllim qeyri-ixtisas fən müəllimidir. 5 müəllimin isə ümumiyyətlə ali təhsili yoxdur. Yəni, orta məktəb təhsilli müəllimlərdir. 2015-ci ildə Gürcüstanda yenə də bir sıra islahatlar həyata keçirildi və müəllimlərin sertifikasiya imtahanında iştirak etmək imkanları təmin edildi. Ancaq təəssüflər olsun ki, Azərbaycan dili ədəbiyyat müəllimləri üçün bu proses düz 7 il gecikdirildi və 7 il ərzində Azərbaycan dili ədəbiyyat müəllimləri üçün sertifikasiya imtahanlarında iştirak etmək imkanları yaradılmadı. Və nəhayət Azərbaycan dövlətinin dəstəyi ilə 2022-ci ildə ilk dəfə Azərbaycan dili ədəbiyyat müəllimləri sertifikasiya imtahanlarında iştirak etdilər. Ancaq buna baxmayaraq nəticə həqiqətən heç də ürək açan olmamışdı. Belə ki, imtahanda 239 təcrübəçi statusu olan müəllim iştirak etmişdir. Bu müəllimlərdən ancaq 18 nəfəri 61%lik bariyeri keçə bilmişdir və cəmi 9 nəfər isə baş müəllim statusunu almışdır. Demək, keçən il 2024-cü ildə mənim tərəfimdən Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlər arasında 609 şagird arasında onların Azərbaycan dilini təyin edən, Azərbaycan dili səviyyəsini təyin edən bir eksperiment test həyata keçirilmişdir və bu testin nəticəsi də heç də ürək açan olmadı. Bu eksperiment Kvemokartli, Borçalı dediyimiz bölgədə, yəni Marneolidə, Dmanisidə, Qardabanidə, Bolnisidə, o cümlədən Tetricğaroda həyata keçirilmişdir. Həmçinin Kaxeti bölgəsində əhatə etmişdir. Eyni zamanda paytaxt Tiflisdə yerləşən Azərbaycan dilli məktəbləri də əhatə etmişdir. Və testin nəticəsi heç də ürək açan olmamışdı. Belə ki, 609 şagirddən 591 65 baldan aşağı, 18 şagird isə 65 baldan yüksək nəticə göstərmişdir. Maksimum bal isə 100 balla qiymətləndirilmişdir və 609 şagirdin ədədi ortası isə 26 olmuşdur. Daha sonra bu il Azərbaycan dili üzrə ilk birinci regional olimpiyada keçirdik. Yenə də bu olimpiyada Kvemokartli, Kaxeti və Tiflisdə yerləşən Azərbaycan dilli məktəbləri əhatə etmişdir. Təbii ki, əvvəlki testlə müqayisədə artıq olimpiyadada ən yaxşı şagirdlər iştirak etmişdilər. Belə ki, olimpiyadanın birinci turu məktəb daxilində aparılmışdır və beləliklə, birinci tur nəticəsində ən yaxşı şagirdlər artıq final mərhələsində iştirak etmişlər. Və 94 şagirddən, demək, 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 baldan yüksək nəticə göstərmişdir. Orta göstərici də yenə də aşağı olmuşdur, 37,77 bal olmuşdur. Və mən daha sonra bir qədər özüm də araşdırma apardım. 100 baldan, demək, ən yüksək göstəricini 100 baldan bir nəfər şagird 76 bal toplamışdı və belə məlum olmuşdur, həmin şagird də 8 il Azərbaycanda təhsil almışdır. Cəmi bir il idi ki, Gürcüstana köçmüşdür və Gürcüstanda məktəbdə təhsil alırdı. Bunlar demək
təqdim etdiklərim özümün apardığım araşdırmalar idi. Eyni zamanda bilirsiniz, beynəlxalq araşdırmalar da var. PISA araşdırmalarıdır. Beynəlxalq şagird qiymətləndirmə proqramının tədqiqat nəticələrinə baxsanız, PISA 2022-ci ilin tədqiqat nəticələri də göstərir ki, Azərbaycan dilli şagirdlərin nəticələri gürcü dilli və rus dilli şagirdlərin nəticələrindən xeyli geri qalır. Və hər üç istiqamət üzrə, həm oxu məzmun xətti üzrə, həm riyaziyyat, həm də təbiət elmləri üzrə xeyli geri qalır. Əgər oxu məzmun xəttini biz müqayisə etsək, burada görərsiniz ki, Azərbaycan dilli şagirdlərlə rus dilli şagirdlər arasında bal fərqi 95-dir. Azərbaycan dilli şagirdlərlə gürcü dilli şagirdlər arasında isə bal fərqi 80-dir. Yəni, bu əslində çox böyük bir fərqdir. Demək, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən belə bir Gürcüstan qanunvericiliyi qəbul edilmişdir və milli kurikulumun təsdiq edilməsi ilə bağlı bir fərman qəbul edilmişdir. Həmin fərmanda belə bir ifadə yer alır. Bunu sizin diqqətinizə çatdırım. Yeri gəlmişkən, təhsil proqramında, kurikulumda bizim ana dilimizin, Azərbaycan dili və ədəbiyyat fənninin adı etnik azlıqların dili belə göstərilir, belə ifadə olunur və həmin Gürcüstan qanunvericiliyində belə bir ifadə yer almışdır ki, etnik azlıqların dilinə həftədə minimum 3 saat, maksimum 5 saat ayrılır və əgər məktəb ikinci xarici dilin tədrisinə 1 və yaxud 2 saat ayırarsa, o zaman etnik azlıqların dilinə həftədə maksimum 3 saat ayrılmalıdır. Gürcüstanda demək, Azərbaycan dilli məktəblərdə ana dili olaraq, etnik azlıqların dili olaraq Azərbaycan dili ana dilimiz keçirilir, dövlət dili olaraq gürcü dili keçirilir. Yeri gəlmişkən, gürcü dili həftədə 5 saat olur və birinci xarici dil olaraq ingilis dili tədris olunur. İkinci xarici dil isə artıq məktəbin seçimindən asılıdır və ikinci xarici dil əksər hallarda rus dili və yaxud da alman dili olur. Və etnik, bunu xüsusi işarələmişəm, qırmızı ilə qeyd etdiyim kimi ana dilimizin adı dəyişdirilibdir, etnik azlıqların dili adlanır. Bununla bağlı 2 ay bundan öncə mən bir petisiya başlamışdım, imza toplama aksiyasına başlamışdım və biz imzalar toplayaraq dövlət qurumlarına müraciət etmişik ki, təhsil proqramında etnik azlıqların dili sözü tamamilə götürülsün və əvəzinə Azərbaycan dili və ədəbiyyat sözü yazılsın. Növbəti kateqoriya Azərbaycan dili və ədəbiyyat fənni ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlıdır. Bunu da, bu fikri də ancaq müəllimlər səsləndirmişdilər və müəllimlər qeyd edirlər ki, müəyyən bayramların keçirilməsi, olimpiyadaların keçirilməsi uşaqların demək, ana dilini mənimsəməsinə çox müsbət təsir edir. Bir müəllim qeyd etmişdir ki, uzun illərdir məktəbdə çalışır, 22 ildir məktəbdə çalışır, ancaq bu günə qədər deyir, bir dəfə də olsun Azərbaycan dili üzrə olimpiyada keçirilməmişdir və olimpiyadanı da bayaq da qeyd etdiyim kimi ilk dəfə elə biz özümüz keçirdik, regional olimpiyada keçirmişdik. Digər tapıntılar bunların üzərindən keçəcəm və son olaraq ümumiyyətlə bu tədqiqat ana dili üzrə aparılan ilk tədqiqatlardan biri hesab etmək olar. Çünki mən ədəbiyyat icmalını yazarkən həqiqətən çox ciddi problemlə üzləşmişdim. Heç yerdən elmi bir məqalə əldə edə bilmirdim. Və yekunlaşdırsam bu çıxışımı ümumiyyətlə məktəblərimizin sayının azalması, 20 il ərzində Azərbaycan dili ədəbiyyat müəllimlərinin hazırlanmaması, 20 il ərzində düzəməlli bir dərsliyin ortaya çıxarılmaması, bütün bunlar ana dil üzrə dərs saatlarının azalması, bütün bunlar ana dilinin mənimsənilməsinə təsir edən amillər kimi qiymətləndirilmişdir. Sonda isə qərar verici orqanlar üçün müəyyən tövsiyələr verirəm. Bu tövsiyələr demək, həm dərs saatlarının artırılması ilə bağlıdır, buraxılış imtahanlarının bərpa edilməsi ilə bağlıdır. Həmçinin dərsliklərin tərcüməsi zamanı ekspert qrupunun yaradılması ilə bağlıdır. Yeri gəlmişkən, dərsliklərlə bağlı müəyyən bir artıq qərar qəbul edilibdir. Bu il mən avqust ayında Gürcüstanın Təhsil Naziri ilə görüşdüm və bu nümunələri ona da göstərdim ki, bizim dərsliklərdə bu qədər problemlər var və yeni bir qərar qəbul edilib ki, Gürcüstanda bütün dərsliklər tamamilə dəyişdiriləcəkdir.
Digər təkliflər Azərbaycan-Gürcüstan Universitetinin yaradılması ilə bağlıdır. Həmçinin Tiflis Dövlət Universitetinin nəzdində Azərbaycanşünaslıq və yaxud Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasının yaradılması ilə bağlıdır. Həmçinin sonda da qeyd etdiyim kimi artıq petisiya başlamışıq, bitirmişik də əslində dövlət qurumlarına müraciət etmişik. Etnik azlığın dili sözünün Azərbaycan dili və ədəbiyyat sözü ilə əvəz edilməsi ilə bağlı. Ümid edirəm müsbət nəticə əldə edəcək.